Herkese salam dostlar, sabahınız xeyir olsun. Görün sizə nə göstərirəm. Burada nə yoxdur? Mənim maşınım. Maşınımı satdım və bugün gedirik Piterə təzə maşın almağa. İndi hal-hazırda səhər 6-ya qalıb bir 10 dəqiqə zat taksi gözləyirik. Evdəkilərlə gedirik Murmanskaya. Murmanskda saat 4-ə qədər, 5-ə qədər işlərimiz var. Onları həll edəcəyik. Mən oradan promo keçəcəyəm aeroporta. Saat 8-də samolyotum uçur Piterə. Saat 8 ya 8 idi ya da 9, tam dəqiq yadımda deyil. Uçuram Piterə, 11-ə qalmış 25 dəqiqə düşəcəyəm. Promo keçib oteldə yatacağam ki, səhər tezdən yanında 9-da dükanlar açılır, gedib dükanlara baxacağam. Hal-hazırda zəhmət elədiyim bir dənə maşın var. İnşallah qismət olsa elə promoyu onu almaq istəyirəm. Sizlərə də sürpriz olsun. Əgər başlığa şəkil kimi qoymamışamsa, indi bilmirəm bu video uzun olacaq, qısa olacaq, necə olacaq. İndi gedəcəm avtosalonlara baxacağım, çalışacağım sizə digər maşınları da göstərdim və sonunda yeni maşınımızı aldıq. Və deyəcəksiniz ki, bu qədər pulu hardan tapdın? Bunu satdın, getsən İnamarkaya. Elə ona görə istədim bu videoda da mənim böyük qardaşıma təşəkkürümü bildirim. Ümidə buradan təşəkkür edirəm. Ümid sağ olsun, belə deyim, məbləğin yarısını verdi mənə. Özüm öz maşınımı 120 min rublə satdım. 120 min rublə satdım, 70 min özümdə var idi. 150 min də sağ olsun Ümid göndərdi mən üçün. Ümid kimdir soruşsunuz? Mənim böyük qardaşım. O göndərdi mən üçün. Offşorunda 340 min məndə pul var. İndi mənim bəyəndiyim maşının pulu, əlim yoruldu, əlim dəyişdim, belə dəyişdim. Mənim bəyəndiyim maşının pulu 300 mindir. Prosta belə bir şey var ki, indi onun straxovkası zadı, yəqin ki bir 320 min azada gəlib çıxacaq. Amma bilmirəm, maşından maşına dəyişir straxovka, yoxsa pravanın stajına görədir, onu dəqiq bilmirəm. Çünki mənim bu maşınım ucuzdur, bəlkə ona görə deyirəm ki, ucuz ola bilərsə. İndi Piterdən də buraya hər halda olmasa bir 8 min, 10 min benzin pulu gedəcək. İndi görək necə olur, nə edirik. Yollarda çox video çəkəməyəcəm Piterə çatan qədər. Çünki telefon zəritka məsələsi var. Zəritkam qutarsa Piterdə aeroportda qalaram. Ona görə amma Piterdə çalışacağam ki, bolca video çəkim. Powerbank götürmüşəm hər ehtimala qarşı. Görək nə olur, necə olur, yolda başımıza nələr gəlir. Hamısını çəkib bir-birisindən paylaşacağım. Və dostlar, saat 15:36, indi Manskorskedəki işlərimizi qurtardıq. İndi mama ilə papa getdilər, onlar qayıdırlar Manskorskiyə, mən gedirəm indi mola. Çörəyizə yeyib, oradan yavaşdan keçəcəm aeroporta. Və dostlar, sifarişi verdim, 589 rubl tutdu. İndi gözləyirəm ki, sifariş hazır olsun, yeyib, biraz burada gəzib, ondan sonra da çıxacam. Üz aeroporta tərəf. Saat 9-un işləmiş 20 dəqiqəyə samolyotum qalxır. Gördüm taksi aparır. Heç özüm də görsənmirəm arxadan, çünki günəş çıxıb. Gördüm taksi 1200 rublə aparır. Dedim 1200 ona verməkdənsə elə gedim 100 rubl verim adını sözdüyüm marşrutla gedim. Ona görə mən çox aydınlıq görsəndim, amma inşallah heç olmasa səsim yaxşı gələr. İndi gedirəm Stayankaya tərəf. Özüm də tanımıram, Allaha əmanət gedirəm. 106 nömrəli avtobus gedir aeroporta promoy. Saat hələ tezdir, saat 5-in yarısıdır. Təxmini bir 4 saat vaxtım var. Avtobusun ora getməyə səhv eləmirəmsə 1 saatdır. Ona görə hər ehtimala qarşı nə qədər tez getsəm, o qədər yaxşı. İndi gedirəm Avtostayankaya. Avtobus dayanacaqlar. Bəli dostlar, bu boyda avtobusda tək mənəm, gedirəm aeroporta. Avtobus bomboş gedir. Bəli dostlar, saat 17:25, gəldim, çatdım aeroporta. Bu qədər vaxtı burada nə edəcəksən deyənlərə özüm də bilmirəm. Hələlik gəlmişəm, çatmışam. Saat 20:00-da 20:20-də uçacaq.
Ve dostlar, saat 11 tamam. Peter'deyim. Samolyottan düşmeye zat biraz gez oldu. Saat 10'a kalmış. 11'e kalmış, 15 dakika çatdık. Vallahi indiyə qədər mən belə uçuş görməmişdim ha. Qalxan da pis qalxdı, düşən də pis düşdü. Çəkmişəm videoları, görüm keyfiyyəti yaxşı olsa çalışacağam ki, onları paylaşım. İndi taksi çağırıb gedəcəm otelə tərəf. Görüm yeməyə zada da nə alım. Bəli dostlar, gəldim bura. Burada taksilər qalıb. Bir dənə səmamdan buradakı taksilərə bax, bir də mənim nolonuma bax. İndi sifariş verdim maşına. 2 dəqiqəyə çatır. 40 dəqiqədə buradan otelə yol gedəcək. Gözləyirəm gəlsin. Bəli dostlar, gəldim çatdım otelə. Otağı görsə də sizə onu deyim. Yəni dost seçəndə özünə Nərmanla dost seçəni 18 illik dostumdur. Buna tapşırdım ki, mən üçün elə bir otaq götür ki, cəhənnəm baha olur, nə olur olsun, Nərmanla olsun. Onun mən üçün götürdüyü otağı. 2 nəfərlik otaq götürür mən üçün. 2 dənə ayrı-ayrı kravat. İkisini bir ayaqlarımı oruzda, başımı bura qoyacağam. Mən nə edirəm 2 nəfərlik otağı? Elə bunu tək nəfərlik götürəydim də. Bu uşağa asan iş tapşırıram, mənim başıma bir dənə bir şey gəlir. Bu gəldim bütün nasırıyla körrandı. Sizə baxın, hamam tualet otelin o biri başında. Neyse, yataq, duraq, səhər gedək maşını almaya. Hər kəsə salam dostlar, sabahınız xeyir olsun. Peter'dən hər kəsi salamlayıram. İndi gedirik hara? Maşın almağa. İndi oteldən çıxıram. Taksi sifariş verəcəyəm. Gedirik avtosalonları gəzməyə. Hələ birinci bir dənə bəyəndiyim maşın var. Ona baxacağam. Allah tezlərdə onu alacağam. Əgər qismət olsa onu alacağam. Olmasa indi orada başqa maşınlarda baxacağam. Əlimdən gəldiyi qədər sizə də göstərəcəyim örnəyi. İndi taksi sifariş vururum. Gələk maşına baxmağa. Aldığım otağa da oteldə sizə göstərdim. Dostum sağ olsun, mən üçün abşeşiyə təklif. Hamam tualet ümumi buradadır. Belə şəkillər elə xoşum gəlir. Sonra buradan mərhələlər keçərək gedirik. Burada resepsiyonda. Orada paltarya maşını var. Burada çayzad içməyə yerlər var. Burada beləsinə gedirlər, bilmirəm orada nə var. İndi gedək. Taksi gəlsin. Gedək. Avtosalona. Fubuli. Və kaldığım yeri də sizə göstərdim. Gördüyünüz o dükanda içimi bir dənə həyəcan basıb. Bilmirəm nə sevincdir, həyəcandır, nə də hoşum. Qarma-qarışıq duyğularım var. Gedirəm təzə maşını almaya. Özdə şükür Allah Rus maşını yox, normal bir maşın. İndi gedək görək. Bizi necə qarşılayırlar, nə edirlər, nə eləmirlər. Video çəkəcəyimi qabaqcadan demişdim, icazə vermişdilər. İndi gedək görək nədir. Maşınlar buradadır. Görək mənim alacağım canavar hardadır. İndi ona da baxarıq. Bəli dostlar, maşın budur. İndi baxıram. Burada bunu skoç vurublar. Gözümə bir dənə bu da idi. Antifriz baçoku boşdur. ABS sistemi pastı, zətdə bilmirəm. Akkumulyatora hər halda dəyişmək lazım olacaq. Yəni maşının çöldən görünüşü belə bir şeydir. Pis maşındır, yaxşıdır. Burada da yazıb Chevrolet Lacetti 2008 1.6 motor 198 at gücü, mexanika, peredni, probek 242.000. Bunların hamısı yazıb. Belə salonuza da pis maşına oxşamır. Böyle bir şeydi. Burada başka maşınlar da var. İndi görüm, eğer bu şey olmasa diğer maşınlara da bakacağım bu kıymete. İndi görək də. Bunlar nədir? Ha, bunlar palçıqdır. Altının azadına da baxdım, altı zat da pisdir. Böyle bir şeydi. O maşın mənim ürəyimə çox yatmışdı. İnternetdə baxdım, zadələdim. Prosta maşın 15.000, 20.000 raskodu var.
şüşəsi sınıqdır. Option, o maşın mənim başıma oynatacaqdı. Düzdür, qəşəng maşındır, gözəl maşındır, amma almağa dəyməzdi. İndi görün başqa maşın nə tapa bilirəm, gedim baxım ona zad eləyim, bu maşını almaya dəyməz. Askalıyla bakışsana. Salam aleyküm dostlar, sabahınız xeyir olsun. Bugün uje ikinci günümüzdür Peter'də və böyük qardaşla bir yerdəyim, Kamranla. Birinci günümüzü çəkənmədik, dünən çox yerə getdik, bütün avtoservisləri alıb gəldik, çəkənmədik. İndi bu maşını tapmışıq. İndi görək ala bilsək, bunu alacaq. Ala bilməsək, bir iki dənə də maşın var, gedib onlara baxacaq. Dünən var, bəlkə bir 6 dənə, 7 dənə salon gəzdik. Çox. Xeyli salon gəzdik, tapa bilmədik. İndi başlayacaq əldə olanlara baxmağa, görək nə olur. İnşallah ki, bunu götürəcək. Bəli dostlar, aldıq maşına, indi bir iki dənə işlərimiz var idi, onları həll elədik. Lada Granta 2000 neçənci il idi, yadımdan çıxdı. Ya 2014 idi, ya 2010 idi, neçə idi, yadımdan çıxdı. İnşallah ki, hər kəs üçün xeyirli olar. Bir iki dənə əskikləri var, əksikləri var. Onları da çalışacağım əldə edeyim. Bu da buradadır. Bu maşın. İndi ətraflı Mansegorskiyə gedəndə çəkib paylaşacağım. 290 minə ailəmizə xeyirli olsun. Nasıl gibi? Cazibeli yerler de güzel değil mi? Tabii bak buranın da çıksın. Denizin kenarını tezmezler. Vətəndaşlar qazalar bu böyle video çəkdik. Bizim videosun kod olmuş bir. Hatalı da Murat. Bizim kod olmuş. Yaş isteyen yaş. Neleri getirir zaman, bilinmez neleri götürür zaman. Aşk bir fırtınadır, maziden Sankt Peterburg'da da geldi görüştük. Bəli. 18-ci ilimizi qeyd eləməyə gəldik. Canan Astanovka Qarabağ'da. Qarabağ'a yedi. Benim dalımıza geldi. 19-cu ilimizi də Qarabağda qeyd eləyəcək. Allah Dostluğumuzu. Allah aklımızı xeyir eləsin. Amin. Bəli dostlar, maşın alma serverimiz qutarıb, indi görsənməsək də gəlmişik FIFA oynamaya. Heç dediyinə görə dərs keçəcək. Oyunun sonunda şotu göstərəcəyəm sizə. Göstermeyeceğiz yalan. Sübut eləyə biləcəksən, unutsam mən. Salam dostlar, axşamınız xeyir olsun. Saat 20:30. İndi çıxıram Peterdən. 1220 kilometr yolum var. İndi görək neçə. Впереди камера контроля перекрестка. Neçə saata çatırıq, nə olur, necə olur. İndi əsas şəhərdən çıxmayım da, bir dənə trasa çıxsam qalanı asan. Görək nə edirik, necə eləyirik. Bəli dostlar, ilk maşınımda deyəndə, yəni maşınımın ilk hədiyyəsini polislər verdi. 3000 rubl cərimə. Özüm önüm, bu nədir? Gecə ilə çıxdım ki, yolda it qurd olmasın. Tapırlar da mənə, harda oluramsa olum, tapırlar, yazırlar cəriməni. 3000 cərimə yiyib yola davam eləyirik. Qalıb 970 kilometr yolum. Görək ora qədər başqa nə cərimələr yiyə biləcəm. Bəli dostlar, Murmanskaya yaxınlaşmayımızı havadan bilirik. Qar yağır, həmişə kimi. Bilmirəm videoda bilinir ya yox. Qəşəng qar yağır. Təxmini bir 450 kilometr zad yolum qalıb. İnşallah çatıram. Promoy sürəcəm. O sığorta elətdirəcəyəm. Sabah Murmanskaya gedib gəlməliyik ona görə. Davam. Dostlar, saat 13:23 gəldim, çatdım Mansegorskiyə. İndi gəlmişəm bura promo evə dəymədən promo gəldim ki, sığorta eləyim, çünki sabah da yol çıxmalıyam, Murmanskaya edəcəyəm. İndi gəlmişəm sığorta eləməyə. Video bura qədər. Əgər videonu
xoşunuza gəldisə, bəyənib kanala abunə olaraq mənə dəstək versəz çox-çox şad olaram. Gələn videolarda görüşmək üzrə. Hələlik.